bəzi məktəblərdə, amma deyərdim ki, daha çox məktəblərdə hələ də süpürgə pulu yığılır. Eşitdim, inanmadım. Kişilər, məktəbin direktorları, təsərrüfat müdiri, təsərrüfat rəhbəri, cəmaət, insanlar planetlərdə ev alıb özünə, torpaq alıblar. Elə biri Ədalət Şükürov. Gör, neçə il bundan əvvəl arzusundaydı ki, hansısa planetdə özünə torpaq alsın. İndi bilmirəm, aldı, almadı. Bu insanlar planetlərə yaşamaq üçün ünvanlanıblar, gedirlər. Bizdə məktəblərdə hələ də süpürgə pulu yığılır. Mən inanmıram. Hörmətli izləyicilərimiz, hörmətli valideynlər, indi də mi məktəbdə süpürgə pulu yığır məktəb direktorları? Mən inanmıram. Təsəvvürdə gətirin ki, Amerikada hansısa bir TV-də çıxıb deyirlər ki, Amerikada 20 saylı məktəbdə süpürgə pulu yığılıb. Bunu ancaq biz edirik. Bəsdirin də süpürgə pulu yığdınız da. 30-40 ildir yığırsınız.